fərqli xəbərləri qaçırtmamaq üçün kanalımıza abunə olun. Azərbaycanda sosial müavinətlərlə bağlı yeni məlumat açıqlanıb. Bu ilin iyul ayında Azərbaycanda yaşa görə aylıq sosial müavinət alan şəxslərin sayı 177.500 nəfər təşkil edib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Məlumata görə, yaşa görə aylıq sosial müavinət alan 177.500 nəfərin 39,4%-ni kişilər, 66%-ni isə qadınlar təşkil edir. Bu rəqəmlər Azərbaycanda yaşa görə sosial müavinət alan şəxslərin sayının kifayət qədər böyük olduğunu göstərir. Xüsusilə qadınların bu kateqoriyada payının kişilərdən daha yüksək olması diqqət çəkir. Burada vacib məqam ondan ibarətdir ki, yaşa görə sosial müavinət əmək pensiyası ilə eyni ödəniş növü deyil. Rəsmi qaydalara əsasən müəyyən edilmiş şərtlərə uyğun gələn əmək pensiyası hüququ olmayan və işləməyən şəxslərə yaşa görə sosial müavinət təyin olunur. Hazırki qaydalara əsasən kişilər üçün yaş həddi 65 yaş, qadınlar üçün isə 2026-cı il iyulun 1-dən etibarən 65 yaş müəyyən edilib. Bundan başqa qanunvericilikdə müəyyən xüsusi hallar da nəzərdə tutulur. Məsələn, 5 və daha çox uşağı olan, yaxud əlilliyi müəyyən edilmiş uşağı olan bəzi qadın və kişilər üçün yaş həddinin azaldılması ilə bağlı güzəştlər mövcuddur. Bu güzəştlərin tətbiqi üçün qanunvericilikdə göstərilən digər şərtlər də nəzərə alınır. Rəsmi məlumatlarda yaşa görə sosial müavinətin məbləğinin 220 manat olduğu göstərilir. Bu müavinət hüquq yarandıqda və müvafiq şərtlər təmin edildikdə təyin olunur. İndi isə əsas rəqəmə bir daha diqqət yetirək. 2026-cı ilin iyul ayında Azərbaycanda yaşa görə aylıq sosial müavinət alanların sayı 177.500 nəfər olub. Onların 39,4%-i kişilərdən, 66%-i isə qadınlardan ibarət olub. Yəni açıqlanan statistikaya əsasən bu kateqoriyada qadınların sayı kişilərin sayından daha çoxdur. Vacib bir məqamda qeyd edək, açıqlanan bu statistika iyul ayında yaşa görə aylıq sosial müavinət alan şəxslərin sayını göstərir. Bu məlumatı yeni müavinət artımı və ya əlavə ödəniş xəbəri kimi təqdim etmək düzgün olmaz. Burada söhbət məhz müavinət alan şəxslərin sayından və onların kişi-qadın bölgüsündən gedir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi məlumatlarına əsasən 2026-cı il ərzində sosial müavinət ödənişlərində də artım qeydə alınıb. Nazirliyin sosial göstəricilərində sosial müavinət ödənişlərinin 15% artdığı göstərilir. Beləliklə, iyul ayı üzrə açıqlanan yeni statistikanın əsas göstəriciləri belədir. 177.500 nəfər yaşa görə aylıq sosial müavinət alanların ümumi sayı 39,4%, müavinət alan kişilərin payı 66%, müavinət alan qadınların payı. Bu məlumat sosial müavinət alan vətəndaşlar üçün xüsusilə diqqət çəkən statistik göstəricidir. Əgər siz və ya ailə üzvləriniz yaşa görə sosial müavinət alırsa, müavinətin təyin edilməsi, ödəniş şərtləri və hüquqlarınızla bağlı ən dəqiq məlumatı Dövlət Sosial Müdafiə Fondunun rəsmi resurslarından və aidiyyəti dövlət qurumlarından əldə etmək mümkündür. Xəbərin əsas məqamı isə budur. Bu ilin iyul ayında Azərbaycanda 177.500 nəfər yaşa görə aylıq sosial müavinət alıb. Onların 39,4%-i kişilər, 66%-i isə qadınlar olub. Sosial ödənişlər, pensiyalar, müavinətlər və Azərbaycanda vətəndaşların sosial təminatı ilə bağlı yenilikləri diqqətdə saxlayırıq. Belə mühüm xəbərləri qaçırmamaq üçün kanala abunə olmağı, videonu bəyənməyi və fikirlərinizi şərh bölməsində bölüşməyi unutmayın. Yeni məlumatlar olduqca onları sizə çatdıracağıq.